Albaniya dövlətinin yaranması. Azərbaycanın şimalında yaranan ilk dövlət Albaniya dövlətidir. Biz qeyd etmişdik ki, eramızdan əvvəl 330-cu ildən Azərbaycan ərazisi Makedoniya imperiyasının tərkibində idi. Ondan əvvəl isə Əhəməni imperiyasının tərkibində olmuşdur. Hətta Əhəməni imperiyasının tərkibində olarkən belə bir fikri qeyd etmişdir ki, Əhəmənilərdən asılı olub vergi ödəmişdir. Əhəmənilərdən asılı olması Azərbaycanın şimalında dövlətçilik ənənələrinin yaranmasında müəyyən rolu olmuşdur, inkişafa təsiri olmuşdur. Makedoniya imperiyasının parçalanmasından sonra isə Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövləti yarandı. Albaniya dövləti eramızdan əvvəl 4-cü əsrin sonunda yaranıbdı. Atropatena yaranan dövrdə. Və eramızdan əvvəl 4-cü əsrin sonlarında Şimali Azərbaycanda yaşayan tayfalar vahid bir ad altında, Alban tayfaları altında birləşdilər. Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri idi. Atropatena dövləti ilə cənubda həmsərhəd idi, şimalda Qafqaz dağları ilə, şərqdə Xəzər dənizi ilə, qərbdə isə Göyçə gölü və İberiya Gürcüstana qədər olan bir əraziləri əhatə edirdi. Albaniyada əhalinin təbəqələri birinci təbəqədə hökmdar idi. Hökmdar dövləti idarə edir, həm də orduya başçılıq edirdi. Vilayət hakimləri, din xadimləri, hərbiçilər növbəti təbəqə idi ki, hökmdara tabe olan idarəçi və mühafizəçi təbəqə idi. Növbəti təbəqə isə kəndlilər, sənətkarlar, tacirlər idi ki, əhalinin əsas hissəsini təşkil edən təbəqə idi. Albaniya ərazisi inzibati cəhətdən vilayətlərə bölünürdü. Vilayətləri hakimlər idarə edirdi. Hakimlər yerli tayfalardan təyin edilirdilər. Yerli tayfalardan təyin edilirdilər. Müharibələr zamanı bu tayfalar da Alban hökmdarının çağırışı ilə orduya qoşulurdular. Antik dövrün müəllifləri olan Plutarx və Dion Cassinin bildirdikləri məlumata görə Roma sərkərdəsi Pompey eramızdan əvvəl 1-ci əsrdə yürüş edəndə Alban hökmdarı Oroys olmuşdur. Albaniya işğalçı dövlət deyildi. Qonşu dövlətlərin ərazisinə hücumlar etməmişdi və hərbi əsirlər gətirilməmişdir. Ona görə də quldarlıq zəif inkişaf etmişdi Albaniya ərazisində. Strabonun verdiyi məlumata görə isə Alban tayfalarına bir hökmdar başçılıq edirdi, amma əvvəllər hər tayfanın öz hökmdarı olmuşdur. İndi isə xəritədə Albaniya dövlətinə baxaq. Qeyd etdiyimiz kimi, Makedoniya imperiyasının parçalanması nəticəsində Azərbaycanın cənubunda Atropatena dövləti, şimalında da Albaniya dövləti yaranmışdır və Albaniyanın paytaxtı Qəbələ şəhəridir. Albaniya geniş ərazidən ibarət olmuşdur. Burada Kambisena vilayəti Albaniyanın şimal-qərbində idi. Şimal-şərqində Çola vilayəti, cənub sərhədləri Araz çayına qədər çatırdı və Kaspiyana vilayəti də bu ərazilərdə idi, Atropatena ilə sərhəddə. Albaniyada Kaspi tayfaları yaşamışdı ki, bu Kaspi tayfalarını biz Atropatena mövzusunu keçəndə də qeyd etdik. Və Strabonun verdiyi məlumata görə Albanlar İberlərlə Xəzər dənizi arasında olan ərazidə yaşayırdılar. İberlər burada, Xəzər dənizi də bu ərazidə. Albaniya dövlətinin müasir xəritədə desək,
Azərbaycan Respublikasını əhatə edir. Qərbi Azərbaycanın bir hissəsini, Azərbaycan Respublikası bilirik, müasir Azərbaycan Respublikasının ərazisini, Qərbi Azərbaycanın bu hissəni və Dağıstanın cənubunu, bu əraziləri əhatə, Dağıstanın cənubunu, bu əraziləri əhatə edirdi. Və Borçalı və Qanıq vadisini, bu əraziləri əhatə edirdi. Müasir Gürcüstan ərazisini. Albaniya türk mənşəli olmuşdur. Həm Albaniya, həm də Atropatena. Burada İskit-Sak tayfaları çox idilər və onlar hərbi siyasi idarə etmədə mühüm rol oynamışdılar. Alban tarixçi Musa Kalantaklı'nın Albaniya tarixi əsərində Sak tayfasına mənsub olması və Arranın adı çəkilmişdir. Sonradan Arran ölkəsi adlanması da elə bunun adı ilə, Arranın adı ilə bağlıdır. Albaniya dövləti uzun müddət mövcud olmuşdur. Eramızdan əvvəl 4-cü əsrin sonundan yaranıb, bizim eranın 705-ci ilinə qədər davam etmişdir. Albaniya Azərbaycanın şimalında yaranmışdır. 26 dildə danışan tayfalar olmuşdur. Bunlardan İskit, Alban, Uti, Kaspi, Qarqar tayfalarını göstərmək olar və onların hamısını bir hökmdar idarə etmişdir. Və Albaniya mərkəzləşmiş dövlət olmuşdur bu tayfaları birləşdirdiyinə görə. Hazırda Qəbələnin Nic kəndində Udinlər, Qubanın Xınalığında Xınalıqlar, Buduq kəndində də Buduqlular, Qırızlar, Ceklər, Saxurlar, İngiloylar qədim Alban tayfalarının varisləri hesab edilirlər. İqtisadi inkişafa gəldikdə, Albaniya ərazisi şimaldan və qərbdən dağlarla əhatələnmişdi. Kür və Araz çayları var idi, bərəkətli torpaqlar var idi. Suni suvarma var idi ki, burada gövurarxı göstərmək olar. Albaniyada balıqçılıq inkişaf etmişdir Xəzər dənizi sahilində olduğuna görə. Bu barədə Klavdi Ellian Roma tarixçisinin verdiyi məlumatda Kaspilərin balıqçılıqla məşğul olduğu göstərilirdi və balığın piyindən məlhəm, içalatından isə yapışqan hazırladığını məlumat vermişdir. Albaniyada heyvandarlıq, maldarlıq inkişaf etmişdir, atçılıq inkişaf etmişdir, əsasən Qarabağ bölgəsində. Dəvəçilik də inkişaf etmişdir. Əkinçilik də Albaniya ərazisində inkişaf edib, bostançılıq, üzümçülük, bağçılıq, toxuculuq da məşğuliyyət formalarından olmuşdur. Həmçinin duluzçuluq da inkişaf etmişdir, metal işləmə sənəti də. Albaniyada şüşə qablar istehsalı bizim eranın ilk əsrlərindən başlanıb, Mingəçevir və Beyləqanda xalça toxumaq üçün alətlər də tapılmışdır. Eramızın ilk əsrlərindən də su dəyirmanlarından istifadə Albaniya ərazisində olmuşdur. Albaniyada dövlətçiliyin, müstəqil dövlətin olmasının əsas əlamətlərindən, atributundan möhürlərin və yerli hökmdarların zərb etdirdiyi pullar olmuşdur. Biz qeyd etdik ki, Atropatenada Makedoniyalı İskəndərin adından pullar idi. Bu Albaniyada da belə olmuşdur. Albaniyada həmçinin yerli hökmdarların adına pullar da zərb edilmişdir. Albaniyada əsas gəlir mənbələrindən biri ticarət idi və bu ticarət sənətkarlığın inkişafı ilə bağlı idi və mal mübadiləsi baş vermişdir və bundan sonra dövlət yaranandan sonra isə puldan istifadə edilmişdir. Bu da ticarətin artmasına səbəb olmuşdur. Puldan geniş istifadə olunması Albaniyada sübut, Şamaxı, Qəbələ, Bərdə, Ağsudan tapılmış pul dəfinələri bunu sübut edir. Və ticarətdə istifadə olunan ən qədim pullar Atropatenada olduğu kimi Makedoniyalı İskəndərin adına kəsilmiş gümüş pulları idi və Albaniyada öz yerli pulları eramızdan əvvəl 3-cü əsrin birinci yarısındandır. İskəndərin pullarına oxşar. Amma
yerli pullar Atropatenada olmamışdır. Bunu xüsusi yadımızda saxlayın. Albaniya müxtəlif təbəqələrə bölünmüşdür. Bu antik müəlliflərin əsərlərində də qeyd edilir. Qul əməyindən hökmdar və əyan təsərrüfatında istifadə olunurdu, amma biz dediyimiz kimi Albaniyada quldarlıq geniş yayılmamışdı. Əsas istehsalçı təbəqə azad insanlar idi. Şəhərlər də hökmdarlar tərəfindən salınırdı. 1-ci əsrdə yaşamış Romalı alim Böyük Plini Albaniyanın paytaxtının Qəbələ, Kabalaka olduğunu qeyd etmişdir. Coğrafiyaçı Klavdi Ptolomey isə Albaniyada 29 şəhərin olduğunu qeyd etmişdir. Bu şəhərlərdən Qəbələ, Şamaxı, Alban çayı üzərində Albana şəhərinin olduğunu qeyd edir. Strabonun verdiyi məlumata görə paytaxt Qəbələ ilə yanaşı Ayniyana və Anariaka şəhərləri barədə də məlumat verilmişdir. 2-ci əsrdə yaşamış Klavdi Ptolomey isə Albaniyanın 29 şəhəri olduğunu qeyd etmişdir, dediyimiz kimi. Albaniyanın Kambisena vilayəti olmuşdur. Bunları qeyd etməliyik. Bu da Strabonun məlumatıdır. Kaspiana vilayətində isə Kaspi tayfalarının yaşaması barədə, Uti vilayətində isə Ayniyana və Anariaka şəhərlərinin olduğu qeyd edilmişdir. Gələk albanların yad ellərə qarşı mübarizədə Albaniyanın böyük ordusu var idi, qeyd etdik. İskitlər kimi albanlar da döyüşkən idilər. Roma isə şərqdən gələn ticarət yollarına nəzarət etmək istəyirdi, çünki onun məqsədi Hindistanı Qara dənizlə birləşdirən ticarət yollarını ələ keçirmək idi. Eramızdan əvvəl 1-ci əsrdə Kiçik Asiyanın çox hissəsini ələ keçirən Romalılar, biz bunu Roma mövzusundan bilirik, şərqdə istiqamətdə hücumları genişləndirdilər. Eramızdan əvvəl 66-da Pompey, Roma sərkərdəsi, bu Romanın Respublika dövrüdür. Bunu yadımızda saxlayırıq. Cənubi Qafqaza yürüş etdi. Bu vaxtı Alban hökmdarı Oroys idi və Kür döyüşündə eramızdan əvvəl 66-da Romalılara məğlub oldu albanlar. Pompey albanların ciddi müqavimətini görüb Oroysla saziş bağladı. Eramızdan əvvəl 66-da və İberiya Gürcüstana doğru getdi. Bu döyüşdə albanların 40 minlik ordusu olmuşdur. Albanlar qüvvələrini yenidən cəmləyib Roma ordusunun arxasınca irəlilədilər və Qanıq çayı sahilində mövqe tutdular. Eramızdan əvvəl 65-ci ildə bu döyüşdə Oroysun qardaşı Kozis. Kozisi sərkərdə kimi götürürük. Pompey ilə təkbətək döyüşə girərək ona hücum etsə də, amma Pompeyin zirəhi onu qorumuşdur və bu döyüşdə Kozis yaralanmışdı. Pompey bu döyüşdə hərbi hiylə işlətdi, çox kiçik dəstə ilə qarşıya çıxan albanları döyüşə cəlb etdi, digərlərini isə gizlətdi və qəfil hücum etdi və onun bu hərbi hiyləsi baş tutdu və albanları məğlub etdi. Bu döyüşdə alban qadınlarının da döyüşkənliyi Romalıları heyrət etmişdi. Bu barədə tarixçi Appianın məlumatı da var. Və sonunda albanlarla Romalılar arasında sülh də bağlanacaq. Pompey Oroysu düşərgəyə dəvət etsə də, Oroys onunla görüşməyib, məktub və hədiyyələr göndərərək sülh təklif etdi və sülh sazişini qəbul edən Pompey öz ölkəsinə, yəni Romaya qayıtmış oldu. Plutarxın verdiyi məlumatda Alban ordusunun 60 min piyada və 12 min süvaridən ibarət olduğu göstərilir və Kozishin də sərkərdə, Oroysun da hökmdar olduğu barədə məlumatlar var Pompey ilə döyüş barədə. Eramızdan əvvəl 36-cı ildə Romalıların Antoninin
sərkərdəsinin Kanedinin Albaniyaya hücumu və Alban hökmdarı Zoberlə toqquşması var. Qeyd edirik ki, eramızdan əvvəl 36-da Romalılar Fraspa döyüşündə Antoni məğlub oldu Atropatenada, amma eramızdan əvvəl 36-da isə Romalılar Albaniyaya gələndə isə onun sərkərdəsi Kanedi qalib gəlmişdir. Belə. Bu barədə Dion Cassi Kanedinin Albaniya yürüşü haqqında da məlumatda da qeyd edilibdir. 1-ci əsrdə biz bilirik ki, Atropatena dövlətinə Parfiya son qoyur və Atropatenanın müstəqilliyinə son qoyulması Albaniyanı narahat edir. Cənubdan gələn təhlükə ona görə də Roma ilə əlaqələri gücləndirir. Bunun sübutu isə Qobustanda Böyükdaş dağının ətəyində 84-96-cı illərə aid Latın dilində yazılmış daş kitabədə bildirilibdir. Bu Oktavian Avqustun kitabəsində də Alban, İber, Midi hökmdarları öz səfirləri vasitəsilə bizim dostluğumuzu istəyirlər. Qeyd edilibdir. Roma imperiyası da Parfiyaya qarşı mübarizədə Albaniya və İberiyadan istifadə etməyə çalışırdı. 1-ci əsrdə yaşamış Roma tarixçisi və sərkərdəsi Iosif Flavi də bu barədə məlumat verir ki, İmperator Tiberi də İber və Alban hökmdarlarına Parfi hökmdarı Artabanla müharibəyə başlamaları üçün xeyli pul göndərmişdir. 1-ci, 3-cü əsrlərdə Dərbənd və Dəryal keçidindən Alan tayfaları yürüş etmişdirlər. Həm Atropatena, həm Albaniya, bunu yadımızda saxlayırıq və bunlar qənimət məqsədi ilə idi. Bunu da xüsusi yadımızda saxlayırıq. Alanların ən böyük yürüşləri 72-74-cü illərdə olmuşdur və Albaniyadan, Dərbənddən gələn Atropatenanı bu dövrdə Parfiya canişini idarə edirdi. Onları da məğlub etmiş, qarət etmiş, böyük qənimətlərlə geri qayıtmışdırlar. Mingəçevirdə və Qəbələdə tapılmış katakomba qəbirləri alanlara aid edilir. Bunu da Mingəçevirdə və Qəbələdə aşkar edilmiş katakomba qəbirləri alanlara aid edilir. Bunu da yadımızda saxlayaq. İkinci yüzilliyin birinci yarısında, İkinci əsrin birinci yarısında Roma imperatoru Adrian Alban hökmdarları ilə dostluq əlaqəsi saxlamışdı. Hətta onlara qiymətli hədiyyələr də göndərmişdir. Albaniya ilə Romanın siyasi-iqtisadi əlaqələri 3-cü əsrin ortalarına qədər davam etmişdir. Albaniya mədəniyyətinə gəldikdə isə həm Albaniyada, həm də Atropatenada Yunan ellim mədəniyyəti yaranmışdı. Bunu biz Atropatena mövzusunda Keriftoda olan Yunan tanrısı Herakles Staişdən, kiramiddən istifadədən gördük. Həm Albaniyada, həm də Atropatenada Yunan ellim mədəniyyəti yayılıb və kiramiddən istifadə edilibdir. Albaniyada Qəbələ şəhərində müdafiə üçün dərin xəndəklər qazılmışdır. Borçalı, Gədəbəy, Göyçə göl ətrafında, Zəngəzurda və Naxçıvanda. Qalanın qalıqları da bu günə qədər qalmaqdadır. Albaniyada xristianlıq yayılandan sonra isə inşa edilmiş kilsələrin əksəriyyəti qədim məbədlərin qalıqları üzərində ucaldılmışdır. İlk xristian kilsəsi Şəkinin Kiş kəndindədir. Bunu da yadımızda saxlayırıq. Qoşundaş abidələrinə gəldikdə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonundadır və buradakı bu qəbir daşları düşmənə qarşı mübarizə aparmış döyüşçülərin xatirəsinə ucaldılmışdır. Albaniya əhalisi göyə, günəşə, aya, əcdadların ruhuna, təbiət qüvvələrinə inanırdılar. Ay tanrısının şərəfinə məbədlər də inşa etmişdirlər, qurbanlar kəsmişdirlər. Tanrılarla yanaşı tanınmış şəxslərin qızıldan, gümüşdən, tuncdan, gildən və daşdan heykəllərini də düzəltmişdirlər.
Albaniyada Atropatenada olduğu kimi Yunan tanrılarına da sitayiş olmuşdur. Bu Strabonun verdiyi məlumata görə Zevs göy, Helios günəş, Selena ay tanrılarına da, Yunan tanrılarına da sitayiş olmuşdur Albaniya ərazisində. Albanlar əsasən Selena'ya inanma üstünlük vermişdirlər. Hökümdarların, sərkərdələrin, ağsaqqalların məzarları üzərində daşdan yonulmuş heykəllər də ucaldılmışdır. Bu Göyçə mahalında, Qarabağ bölgəsində və Şirvan bölgəsində rast gəlinmişdir. Albanların yazı mədəniyyəti ilə tanışlığı da vardır. Yerli yazı olmuşdur. Aramey, Yunan və Latın dillərində də yazılar olmuşdur. Bunların sübutu eramızdan əvvəl 65-ci ildə Orosla Pompeyin məktublaşması, Yunan yazısınınsa tapılmağı bizim eranın 2-ci əsrinə aid Şəkinin Böyük Təhnə kəndində olan daş kitabədir. Alban dilində isə bu günə qədər gəlib çatmış ən böyük yazılı mənbə 1975-ci ildə Misirdə Sinay yarımadasında monastırda tapılmışdır. Alban mənbələrində qeyd edildiyi kimi məbəd bu dildə qədim türkçədə olduğu kimi tapınaq adlandırılır. Arxeoloji qazıntılar nəticəsində müxtəlif maddi mədəniyyət nümunələri tapılmışdır. Bu Mingəçevir, Şamaxı, Qəbələ, Qaxda tapılmışdır. Hətta Qarabağda daşdan yonulmuş insan heykəlləri də var. Bu da bu heykəltaraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid mədəni məkana daxil olduğunu təsdiq edir. Albaniya mövzusu haqqında da bu qədər.